Əhalinin sayı artdıqca mənzillərə olan tələbat da artır. Bu tendensiya özünü paytaxtda daha qabarıq şəkildə göstərir. İnsanların çoxu nağd şəkildə ev ala bilmədiyi üçün ipotekaya üz tuturlar. Dövlət ipotekası isə məhdud olduğundan bir çox vətəndaş mənzil tikinti şirkətlərinin özlərinin təklif etdiyi daxili ipotekaya müraciət edir. Lakin bəzən sonradan problemlə də üzləşirlər. Bəs daxili ipoteka ilə ev alarkən nəyə diqqət etmək lazımdır? Tikinti şirkəti 2 ay krediti gecikdirdiyim üçün 7.000 manat cərimə yazıb. MTK-dan daxili ipoteka ilə ev alan vətəndaş başına gələn bu hadisə ilə bağlı sosial şəbəkələrdə yazaraq hüquqşünaslardan kömək istəyir. Digər bir vətəndaş isə ona 40.000 manat cərimə yazıldığını və nəticədə evin geri alındığını yazır. Belə halların əksəriyyətində isə məlum olur ki, MTK-dan ev alarkən bu müddialar müqavilədə yazılıbmış. Hüquqşünas Rəşad Əliyev deyir ki, vətəndaşlar mənzil alarkən müqavilənin şərtləri ilə mütləq tanış olmalıdırlar. Müqavilə şərtlərinə uyğun olaraq onların yerinə yetirəcəyi öhdəliklər, hüquq və vəzifələri, müqaviləyə xitam verilməsinin şərtləri, hansı hallarda əvvəlcədən xitam verilə bilər və bu halda tərəflərin hansı hüquq və vəzifələri yaranır, bunların hamısına diqqət yetirmək lazımdır. Əks halda vətəndaşlar ödəniş edə bilmədikdə onların daha çox zərərə düşməsini gətirib çıxarır, hətta mənzil əldən çıxır. Adətən ipoteka müqaviləsində tərəf götürdüyü öhdəliyi yerinə yetirə bilmədikdə, yəni aylıq ödənişləri ödəyə bilmədikdə, bu halda həm mənzil MTK tərəfindən müqavilə şərtlərinə uyğun olaraq MTK tərəfindən ya geri alınır, onun ödədiyi ödənişlərin müəyyən hissəsi geri qaytarılmaqla, yaxud da mənzil hərraca çıxarılaraq satılır, yerdə qalan məbləğ borc məbləği MTK tərəfindən götürülür. Əgər əlavə məbləğ qalarsa, bu halda vətəndaşa ödənilir. Daxili ipoteka vətəndaşla MTK arasında 10 il və ya daha qısa müddətlik hissəli ödəniş barədə əldə olunan razılaşmadır. Dövlət ipotekasından fərqli olaraq bu kreditdə faizlər daha yüksək olur. Məsələn, 20 yanvar metrosu yaxınlığında daxili ipoteka ilə 30 kvadrat metrlik bir mənzilin dəyəri 200.000 manatdan çoxdur. Biz baxsaq hal-hazırda çox sayda tikinti şirkətləri var ki, onların təklif etdikləri mənzillərdə ilk ödənişlər az olsa da, lakin illik faiz dərəcəsinin çox olması və mənzillərin satış qiymətlərinin kəskin baha olması səbəbindən onların aylıq ödənişləri də kəskin baha olur. Tikinti şirkətləri bəzən qısa müddətli, yəni 3-5 il ərzində daxili kreditlə satdıqları mənzillərin faiz nisbəti hesablanmır, lakin daha uzun müddətli kredit şərtində satılan mənzillər artıq bankların daxili kredit hesabına satıldığına görə onların faiz dərəcəsi ortalama 10%-dən illik 18%-ə qədər dəyişə bilir. Bəzən isə MTK-lar vətəndaşdan ödənişi nağd tələb edir, bu zamanda ƏDV-nin geri alınması mümkün olmur. Ekspert deyir ki, vətəndaşlar ƏDV tələb etmək üçün mütləq mənzili birbaşa şirkətin özündən almalı və nağdsız ödəniş etməlidirlər. Bir çox hallarda isə çıxarış verildikdə məlum olur ki, evin sahəsi şişirdilib. Şəhərsalma və tikinti məcəlləsinin 59.3-cü bəndində əks olunub. Tikinti şirkətləri hər hansısa bir mənzil satarkən is və çöl divarları hesablanmadan vətəndaşlara satılmalıdır. Yəni, vətəndaşların aldıqları mənzil çıxarışlarda yalnız faydalı sahələr qeyd olunsa da, lakin ilkin satışda tikinti şirkətlər mənzillərin is və çöl divarlarını nəzərə alaraq vətəndaşlara o halda satır ki, bu da çıxarış verilən zaman ümumi sahənin ortalama 10%-dən 20%-ə qədər hissəsinin artıq çıxarışda olmaması görsənir. Vətəndaş aldığı mənzili satmaq istədikdə çıxarışda olan sahə üzrə satır. Bu isə onun zərərə düşməsinə səbəb olur. Ekspertlər tövsiyə edirlər ki, ev almaq istəyən şəxslər bu sahədə kifayət qədər məlumata malik deyillərsə, MTK ilə razılaşmadan əvvəl hüquqşünas və ya əmlak üzrə mütəxəssislə məsləhətləşsələr yaxşı olar. Beyrək Babayev, Elvin Zeynalov, Şəkərnaz Şahəliyeva, Vəfa Şəhlayi, İqtisadi Zona.